Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Tibb Universiteti yaxınlığından salamlayırıq sizi. Nəsib bəy Yusufbəyli küçəsində, Semaşkanın arxa küçəsi istiqamətidir bura. Yeni tikili 18 mərtəbəli binanın 6-cı mərtəbəsində 175 kvadrat ölçülü, tam əşyalı və texnikalı, keyfiyyətli, olduqca da gözəl görünüşlü bir mənzil təqdim edəcəm sizə. İlk öncə başladım qonaq otağından, texniki məlumatlarımı bir daha xatırladım. 175 kvadrat ölçü və bu ölçü tam olaraq mənzildə özünü göstərir. Və 6-cı mərtəbə, yeni tikili binanın 6-cı mərtəbəsi ideal yerləşmə və keyfiyyətli binalardan biri. Qonaq otağının genişliyini görürsünüz, envazonluq nisbəti ideal bir qonaq otağı var və tam əşya və texniki tərtibat həyata keçirilib qonaq otağında. Hətta döşəmədə xalçaya qədər yerləşdirilib, ev ümumilikdə isti döşəmədir, kollektor sisteminə qədər keyfiyyətli təmir zamanı keyfiyyətli işlər görülüb. TV stendin yerləşməsi, böyük ölçülü bir TV, 10 nəfərlik bir yemək masası yerləşdirilib, 6 oturacaqla. Belə bir yumşaq divan dəsti və jurnalin içinə qədər qoyulmuş vəziyyətdədir. 4 pəncərə ilə əhatələnib qonaq otağı və bu 4 pəncərə qonaq otağını kifayət qədər işıqlı və geniş göstərir. Olduqca da həqiqətən də real geniş bir qonaq otağı var. Ümumi yerləşməni göstərim. Giriş qapımız, giriş qapısından girdikdə sağ istiqamətdə belə bir gömmə qardirob mebelindən istifadə edilib. Giriş qapısından solda isə belə bir açarlıq və dresuar əvəzi mebel şit və güzgüdən istifadə olunub. Daha sonra burada mənzilin ümumi sanuzeli yerləşir. Davam edirik. Burada 3 ədəd geniş yataq otağı yerləşir. Birinci yataq otağı böyük ölçülü yataq otaqlarından biridir. İkinci yataq otağı nisbətən kiçik ölçülüdür. Burada mənzilin mətbəxi, burada isə əsas yataq otağı daxilində ayrıca olaraq sanuzeli də var otağın. Bütün otaqlarda kondisioner yerləşimini görəcəksiniz. Texniki yerləşmə, yəni texnikaların yerləşməsi və əşya planlaması ideal həyata keçirilib bu mənzildə. Belə bir böyük ölçülü mətbəx mebeli var. Tam boy ölçüdə tavana qədər yığılıb. Böyük ölçülü bir soyuducu Hitachi markalı, mikrovalnovkası, sobası, qab yuyan və paltar yuyanına qədər tam yerləşim həyata keçirilib mətbəx mebelinə uyğun və üzəri və sinəliyi mətbəx mebelinin süni mərmərlə işlənib. Belə bir 4 nəfərlik mətbəx masası yerləşdirilib. Mətbəx mebelinin davamı isə burada davam eləyir. Burada da yenə öz dəbdəbəli qab-qacaq dəstlərinizi yerləşdirə bilərsiniz. Şüşəli şkaflar var. 2 balkon var mənzildə. Bu balkonlardan biri mətbəxdən daxil ola bilirsiniz. Digərinə isə yataq otağından oranda təqdim edəcəm. Gördüyünüz kimi qarşısı açıq, gün düşən bir mənzildir. Texniki balkonda həm də bura. İndi isə davam edək. Digər otaqları təqdim edeyim sizə. Əsas yataq otağını göstərim. Vurğulamışdım ayrıca olaraq daxilində sanuzeli olduğunu. İlk öncə sanuzelindən başlayaq. Tam sanuzel aksesuarları yerləşimi həyata keçirilib. Divar üçün unitaz, belə bir künc duş kabin və böyük ölçülü moydadır. Su şulkaya qədər hər şey nəzərə alınıb və yerləşdirilmiş vəziyyətdədir. Bu otağın ayrıca olaraq 2 qardirob mebeli var. Biri giriş qapısının otağa girdikdə sağda, arxa istiqamətində divar içi bir qardirob mebeli. Biri isə burada bu gömmə qardirob mebeli var. Onu da təqdim edəcəm. TV yerləşiminə qədər, TV altlığına qədər yataq otağında həyata keçirilib və yenə də rahat hərəkət etmə imkanı qalıb. Hər üç yataq otağı kifayət qədər geniş yataq otaqlarıdır. Make-up yerləşimi düşünülüb, həyata keçirilib, yenə kondisioner yerləşimi və 4 qapılı daha bir qardirob mebeli burada. Ümumilikdə 7 qapılı bir qardirob yerləşimi var bu otaqda və bu da rahat öz əşyalarınızı yerləşdirməyə sizə olduqca geniş bir şərait yaradacaq. Ən kiçik ölçülü yataq otağı budur bu mənzildə. Bu da digər otaqlara nəzərən deyirəm. Bu otaqda digər mənzillərin, başqa mənzillərin yataq otaqları genişliyində, hətta daha geniş bir otaqdır burada. Yəni burada da 4 qapılı böyük ölçülü gömmə bir qardirob mebeli, ikisi güzgü qapaqlarla, ikisi isə membran panellərlə əla dekora edilib. Make-up yerləşimi və üzərində yenə kondisioner yerləşimi həyata keçirilmiş vəziyyətdədir. Və ikinci balkon da məhz burada yerləşir. Balkona da bu yataq otağından daxil ola bilirsiniz. Nəsib bəy Yusufbəyli küçəsinə baxır bu balkon. Və son olaraq 3-cü yataq otağını göstərim. Qiymət də kifayət qədər real qiyməti var. Vurğulayacağım onu da sona doğru. Bu yataq otağı isə daha geniş ölçülüdür. Genişliyini görürsünüz. Nəhəng bir yataq dəsti yerləşdirilib. Tumbaların üzəri membran və faskalı güzgülərlə əla dekora edilib. Belə bir böyük ölçülü make-up saxlanılıb burada və 6 qapılı da bir qardirob mebeli var. Bu evdə siz şkafların azlığından şikayət etməyəcəksiniz. Həqiqətən də hər şey olduqca ideal nəzərə alınıb və həyata keçirilib.
Və son olaraq mənzilin ümumi sanuzelini təqdim edeyim. Qiymət barədə məlumat verəcəm. Digər sanuzeldən fərqli olaraq burada daha gümüş rənglərə üstünlük verilib, ağac tekstura işlənib, suşulka yerləşimi, divar içi mümtaz və böyük ölçülü bir moydadır yerləşimi var. Ən xırda asılqanlıqlara qədər quraşdırılmış vəziyyətdədir. Belə mənzili demək olar ki, tam olaraq təqdim elədim sizə. Mənzilimiz Tibb Universitetinin yaxınlığında Nəsib bəy Yusufbəyli küçəsində, Semaşkanın arxa istiqamətində yerləşir. 18 mərtəbəli yeni tikinin 6-cı mərtəbəsi, 175 kvadrat ölçü və tam əşyalı texnikalı bir mənzil təqdim edirdik sizə. Mənzilimizə start olaraq təyin edilən qiymət 580 min manatdır. Real alıcılara endirim nəzərdə tutulur. Mənzil haqqında bizdən bu qədər. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Arzuladığınız mənzillərə sahib olmanız diləyilə, hörmətlə, reklamlaş.